Hoş gördük sizləri. Loads of Us YouTube kanalının izləyiciləri. Bu dəfəki mövzumuz əmək haqqı ilə bağlı olacaq. Belə ki, siz ayda 2 dəfə maaş ala bilərsiniz. Necə ola bilər? Sizdə təəccüb yarada bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq maaş alan şəxslər ayda 2 dəfə maaş ala bilər. Bu necə tənzimlənir? Maaşın ilk hissəsi avans olaraq və qalan hissə olaraq ala bilərsiniz. Əgər sən illik maaş alırsansa, ən azı ayda bir dəfə maaş almalısın. Maaşın verilməsi günü necə tənzimlənir? Konkret olaraq 172-ci maddənin 3-cü bəndindən göstərilir ki, qeyri-iş günlərində, konkret olaraq matəm günlərində, istirahət günlərində və bayram günlərində təsadüf edirsə, maaşın verilməsi tarixi. Həmin o günlərdən bir gün əvvəl maaşlar ödənilir. Hüquqlarınızı bilin, hüquqlarınızdan zamanında istifadə edin. Diqqətiniz üçün təşəkkür edirəm. Videolarımızı bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Şərh bölməsinə fikirlərinizi bildirin. Fikirləriniz bizim üçün çox önəmlidir. Hələlik.